Əgər Əhl-i Beyt əleyhimussalam duaları bizlərə öyrətməsəydi, işimiz çox çətin olardı. Biz ki dualar oxuyuruq, xoş olub bizim halımıza. Əhl-i Beyt əleyhimussalam duaları bizlərə öyrədirlər. Çox mühüm bir məsələdir. Əgər Əhl-i Beyt əleyhimussalam duaları bizlərə öyrətməsəydi, işimiz çox çətin olardı. Ki Allahla danışmağı, razı niyaz etməyi, münacatı, hər ayda Allahla nə cür danışaq, nə cür dua eləyək. Bütün bu dualar, hər ayın duası, əməllər Əhl-i Beyt tərəfindən əlimizə yetişibdir. Bu nə üçün çox mühümdür? Çünki məsumlar, imamlar dua etməyi bizə öyrədirlər və bilirlər Allahla nə cür danışmaq lazımdır. Duanı necə başlamaq lazımdır, necə bitirmək lazımdır, hansı şeydən sonra istəmək lazımdır, Allaha nə cür müraciət etmək lazımdır. İkinci məsələ budur ki, bu dua ki biz oxuyuruq, burada bir məsələ var fəqət. O bundan ibarətdir. Ki Allah kərimdir, nemət verəndir, bağışlayandır və biz də bacardığımız qədər Allahdan istəməliyik.